Bismillah, velhamdülillah, ve eşhedü en la ilahe illallah, vahdehu la şerike lah, ve eşhedü enne Muhammeden abduhu ve rasuluhu sallallahu aleyhi ve alihi ve sellem emme ba'd. Esselamu aleykum ve rahmetullahi ve berekatuhu. Deməli, bugün götürəcəyimiz hədis 40 hədis kitabından 26-cı hədisdir. An Əbi Hüreyrətə radiyallahu ta'ala anhu qala Rasulullah sallallahu aleyhi və səlləm. Əbu Hüreyrə radiyallahu anhu Peyğəmbər sallallahu aleyhi və səlləmin belə dediyini rəvayət edir. Kullu süləmə minən nəsə aleyhi sadaqatun kullə yevmin tətlu'u fihi şəms. Hər açılan gün üçün, hər gün insanın hər oynağı üçün, hər oynağı üzərə sədəqə var. Ta'dilu beynəl ithneyni sadaqa. Və iki insan arasında ədalətlə hökm vermək özü bir sədəqədir. Və tu'inur racul fi dabbətihi fətəhmiluhu aleyhə əv tərfa'u ləhu aleyhə məta'ahu sadaqa. Yəni kimisə miniyə, minməkdə kiməsə kömək etmək və ya əşyasını qaldırıb miniyin üzərinə qoymaq bir sədəqədir. Vəl-kəlimətut tayyibətu sadaqa. Və gözəl söz sədəqədir. Və bi kulli xutvatin təmşihə ilə-s-salə sadaqa. Və namaza getdikdə hər atılan addım sədəqədir. Və tumitul-əzə anit-tariq sadaqa. Və əziyyət verən bir şeyi yoldan kənarlaşdırmaq, bu da sədəqədir. Ravahul-Buxari və Muslim. Hədisi İmam Buxari və Muslim rəvat edib. Və bu hədis bir növ bundan qabaq götürdüyümüz hədisin davamı yox, bir növ tamamlayıcısıdır. Ona görə bu dərsdən qabaq, bu hədisdən qabaq məsləhətdir ki, bundan qabaq ki, dərsi dinləyəsiniz. Və hədisin ravisi Əbu Hüreyrə radiyallahu anhudur və bu sahabə barədə biz ötən hədislərin birində geniş məlumat vermişdik. Və Peyğəmbər aleyhissalatu vesselam buyurur ki, kullu süləmə minən nəs aleyhi sadaqa. Kullu yevmin tatlu'u aleyhi şəms. Yəni, hər açılan gün, hər gün üçün kullu süləmə minən nəs, yəni insanın hər oynağı üçün sədəqə var. Yəni, insan hər oynağı üçün sədəqə verməlidir. Özü də hər gün. Və oynaq nədir? İnsan bədənində sümüklərin birləşdiyi yer. Ona deyilir ki, oynaq. Və insan bədənində 360 oynaq var. Və bu bir hədisdə gəlib. Allah Resulü aleyhissalatu vesselam buyurur ki, İmam Müslimin rəvayət etdiyi hədisdə Xuliqabunu Ədəm alə 60 və 300 mafsal. Adəm övladı 360 oynaq üzərində yaradılıb. Və bugün TV-də də belədir. Gedin, baxın, istənilən adamdan soruşun, insan bədənində oynaqların sayı 360-dır. O sümüklərin birləşən yeri ki var, 360-dır. Və Peyğəmbər sallallahu aleyhi və səlləm bunu 14 əsr bundan qabaq deyib. Və rəqəmi necə var elə? Bugün TV-də də belədir. Tam dəqiqliyi ilə 360. Nə bir əksi, nə bir artıq. Və bu özü də sünnədə olan o bir növ möcüzələrdən və həmçinin sünnənin vəhiy olduğunun dəlillərindəndir. وَمَا يَنْتِقُ عَنِ الْهَوَى إِنْ هُوَ إِلَّا وَحْيٌ يُوحَى. Peyğəmbər sallallahu aleyhi və səlləm o nə danışırsa, bütün danışdığı vəhidir. Öz nəfsindən, havasından danışmır. Yəni Allah Resulü aleyhissalatu vesselam hardan bilirdi ki, insan bədənində oynaqların sayı 360'dır. Və bu oynaqlar zahirən bildiyimiz əl, ayaqda olan o oynaqlardan tut, yəni insanın heç ağlına gəlməyən yerdə onurğadakı fəqərədən tut, necə deyərlər, başdan ayağacan. İnsanın bütün bədəni bu oynaqlardan ibarətdir.
Və bu Allah Azza və Cəllənin yəni insan üzərində olan nemətlərindən birisidir. Ki, Peyğəmbər sallallahu aleyhi və səlləm həm də bu hədisdə bunu nemət olaraq zikr edir. Təsəvvür edin ki, insan bu oynaqlar səbəbi ilə rahat hərəkət edir. Başını sağa, sola döndərir. İstədiyi formada gəzir. İstədiyi formada bədənini hərəkət elətdirir. İstədiyi formada əlini hərəkət elətdirir. İstədiyi formada. Məsələn, bugün insanlar görürsünüz, müasir texnologiya ilə nə qədər robotlar düzəltsə də və bundan sonra da 100 illər keçsə belə nə eləsələr də o insanda olan o yəni insanın öz bədənini rahat hərəkət elətdirmək qabiliyyəti ki var, buna gəlib çata biləcək heç nə olmayacaq. Lakin insanlar bu nemətin fərqindədir. Əksər insanlar yox. Allah Azza və Cəllənin nemətləri insanlar üzərində sonsuzdur. Lakin insanların çoxusu bu nemətlərin, ola bilsin bəzilərinin fərqindədirlər, lakin bir çoxsunun fərqində deyirlər. Necə fərqində deyirlər? Ümumiyyətlə o nemətlər barədə xəbərləri yoxdur. Məsələn, ola bilsin bugün bu dərsdə, ola bilsin bu dərsdə bəzi qardaşlar bildilər ki, insan bədənində sən demə oynaqların sayı bu qədər imiş. Və bunun səbəbi ilə insan rahat hərəkət edir. Və indi fərqinə varır ki, gör, bu özü də özlüyündə ayrıca bir neymət imiş. Ona görə Uca Allah buyurur ki, وَاِنْ تَعُدُّوا نِعْمَةَ اللّٰهِ لَا تُحْسُوهَا Siz Allahın sizin üzərinizdə olan neymətlərini saysaz, o neymətləri sayıb qurtara bilməzsiniz. Və Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Ni'mətəni məqbunun fihimə kəthirun minənnəs. Və iki neymət var ki, o iki neymət barədə insanların çoxusu aldadılıb. Yəni, insanların çoxusu iki neymət barədə qəflətdədir. O da hansı neymətdir? Əs-sihha, bir, sağlamlıq, bir də əl-fəraq, boş vaxt. İnsanların çoxusu bu iki neymət barədə allanıb. Allanıb nə mənada? Qəflətdədir. Heç insanların çoxusu bunun neymət olduğunun fərqində deyil. Adam sağlamdır, bunun neymət olduğunun fərqində deyil. Boş vaxtı var. Boş vaxtın neymət olduğu heç bəlkə həyatı boyunca ağlına gəlməyib. İnsan nə zaman fərqinə varır? O zaman ki, o neymət əlindən gedəndə. Biraz yaş, üstünə yaş gəlir, beli ağrıyanda başa düşür ki, o cavanlıqdakı ibadətin yerini tutaq ki, 50 yaşdan sonraki ibadət vermir. Və ya bir məşğuliyyət gələndə o itirdiyi boş vaxtlar üçün peşmançılıq hiss edir. Onda fərqinə varır ki, bunlar öz-özlüyündə neymət imiş. Uca Allah deyəndə ki, وَاِنْ تَعُدُّوا نِعْمَةَ اللّٰهِ لَا تُحْسُوهَا Siz Allahın neymətlərini saymaqla sayıb qurtara bilməzsiniz. Və sonra buyurur ki, İnnəl insan ləzalumun kəffar. Həqiqətən də insan bu neymətlərə qarşı zalimdir və nankördür. İnnəl insənə li rabbihi ləkanud. Həqiqətən də insan Rabbinə qarşı nankördür. Və digər ayədə Uca Allah buyurur ki, Ya eyyuhəl insan mə qarrəkə bi rabbikəl kərim. Ey insan, səni səxavətli, kərim Rəbbinə qarşı qoyan nədir? Əlləzi xaləqəkə fəsəvvəkə fəədələk. O Rəbbin ki, səni yaradıb, sənin xilqətivi kamil edib və onu gözəlləşdirib. Fi eyyi surətin mə şəə rəkkəbək. Və səni istədiyi şəkildə xəlq edir. Və digər ayədə Uca Allah buyurur ki, Vallahu əxrəcəkum min butuni umməhatukum la ta'lamun şeyə. Allah sizi analarınızın bətnindən siz heç nə bilmədiyiniz halda çıxartdı. Və ca'alə lekumus səm'a vəl əbsara vəl əfidə. Və sizin üçün qulaqlar, gözlər, qəlblər yaratdı ki, ləalləkum təşkurun. Bəlkə siz bütün bunlara görə Allaha şükr edəsiz. Hətta Davud əleyhissalamdan nəql edirlər ki, o deyərdi ki, Əl-afiyə
Əl-mulkul xafi. İnsana verilən sağlamlıq əslində xəfi, gizli bir mülkdür. Elə bir mülk ki, insan o mülkün fərqində olmur. Yəni, əslində sağlam insan böyük mülk sahibidir. Lakin o bunun fərqində deyil. Hətta sələflərdən, sələf imamlarından birisi deyərdi ki, İn əraddə ən ta'ləm qadra mə ən'amallahu aleyk fəğammid ayneyk. Allahın sənin üzərində olan neymətlərinin qədrini, səviyyəsini, miqdarını bilmək istəyirsənsə bir anlıq gözlü yum. Yəni, başa düşən adamlar üçün bu bəs eləyir. Bir anlıq gözlü yum və gör ki, körlər nələr çəkir. Lakin sən doğulandan görürsən, ona görə körlüğün nə olduğunu bilmirsən. Ona görə bu görmək neymətinin fərqində deyilsən. Allahın üzərində olan neymətlərinin miqdarını bilmək istəyirsənsə bir anlıq gözlü yum, biləcəksən ki, uca Allahın insan üzərində neymətləri nə qədərdir. Lakin insan bunun fərqindədir, fərqində deyil. Mən bu dəqiqə istədiyimi danışıram və siz bu danışılanı eşidirsiniz, başa düşürsünüz, görürsünüz. Bunlar hamısı neymətdir. Lakin insan bu neymətlərin fərqində deyil. Və həmçinin bu neymətlərdən birisi də hədisdə qeyd edildiyi kimi nədir? İnsan bədənində olan oynaqlar. Ona görə Allah Resulü Aleyhisselatü Vesselam buyurur ki, Kullu süləmə minən nəs aleyhi sadaqa. Yəni, insanın bədənində olan hər oynağı üçün sədəqə var. Yəni, insan özdə gündəlik, hər gün insan 360 oynaq üçün sədəqə verməlidir. Və İmam Müslimin rəvayət etdiyi hədisdə Allah Resulü Aleyhisselatü Vesselam buyurur ki, bayaq hədisin əvvəlini qeyd elədim əslində, buyurur ki, Xuliqa bunu Ədəm alə 60 və 300 mafsal. Adəm övladı 360 oynaq üzərində xəlq edilib. Fəmən zəkərəllah və həmidəllah və həlləlallah və səbbəhəllah. Kim Allahı zikr etsə, Allaha həmd etsə, La ilahə illallah desə, Subhanallah desə, və azələ həcərən an tariqil muslimin, müsəlmanların yolunda əziyyət verən bir daşı yoldan götürsə və ya bir tikanı və ya bir sümüyü, yəni yolda gəlib keçənə mane olan bir şeyi, av əmara bi ma'ruf və yaxşılığı əmr etsə, av nəhə ən munkar və ya pisliyi qadağan etsə, insanları pislikdən çəkindirsə, adədə tilkə 60 və 300 süləmə. 360 oynaq sayı qədər. Gün ərzində bunu etsə, hədisə fikir verin, elə bil ki, həmin gün insan öz nəfsini cəhənnəm odundan qurtarmış olur. Hədis səhihdir, Səhih Müslimdə. Bu hədisdə fikir verin, Allah Resulü Aleyhisselatü Vesselam nəyə diqqət çəkir? Hədisin əvvəlində deyir ki, insan bədənində 360 oynaq var. Və sonra deyir ki, kim gün ərzində 360, yəni bu oynaq sayı qədər sədəqə versə, bir növ həmin gün öz nəfsini cəhənnəm odundan qorumuş olar. Deməli, hər gün, bu hədisdən başa düşdüyümüz nədir? Hər gün, bu oynaqların sayı qədər insanın sədəqə verməsi və bununla da o neymətə şükür etməsi nədir? Vacibdir. Bunu biz hədisdən hardan anladıq? Elə hədisin əvvəlindən ki, kullu süləmə minən nəs aleyhi sadaqa. Aleyhi sadaqa mənası budur. Yəni, insanın hər oynağı üçün nə var? Sədəqə var. Həm də hər gün. Lakin bir hədisdə, o hədisi də İmam Müslim, rahməhullah, rəvayət edib ki, lakin bunu əvəz edən bir şey var. O da nədir? Allah Resulü Aleyhisselatü Vesselam buyurur ki, وَيُجْزِئُ مِنْ ذَٰلِكَ رَكَعْتَانِ يَرْكَعُهُمَا مِنَ الضُّحَى.
Və bütün bunları əvəz edən duha vaxtı qıldığın 2 rükət namazdır. Deməli, duha namazının faydalarından birisi nədir? Faydalarından birisi o insanın bədənində olan o 360 oynağın gündəlik sədəqəsidir. Gündəlik. Duha namazının faydalarından birisidir. Və burada həm də əlavə bir fayda nədir? Əlavə fayda odur ki, bayaqdan danışdıqlarımız, Peyğəmbər aleyhissalatu vesselamın qeyd etdikləri və sonra əvəz olaraq duha namazını gətirməsi, bütün bunlar nəyə görədir? Bədəndə olan oynaqların sədəqəsidir. Bu nə deməkdir? Bu o deməkdir ki, gör insan bədəni təkcə oynaqlardan ibarətdir. O da fikir verin, sümüklərdən söhbət getmir ha. Sümüklərin birləşdiyi yerlərdən gedir. O sümüklərin birləşən yerləri var ha. Bayaqdan biz bunun şükründən, bunun sədəqəsindən danışırıq. Sümüyün özü də neymətdir axı. Çünki sümüyün özü olmasa, insanın bədəni yoxdur. Sümüyün özü olmasa, ümumiyyətlə oynaqdan danışılmır. Nəinki sümüyün özü olmasa, ola bilsin sümük var, amma içindəki ilik zəifdir. Adam gəzə bilmir, hərəkət eləyə bilmir. Hələn biz insanın bədənində olan başqa orqanlar. Ona görə bir hədisdə gəlir, təsəvvür edin. Yer üzündə olan bütün insanlar Allaha ibadət edən, salih əməl sahibi insanlar olsalar və Allah yer üzündə olan bütün insanlara əzab etsə belə heç kəsə zülm etməz. Heç kəsə zülm etmiş sayılmaz. Niyə? Çünki yer üzündə olan bütün insanların, bütün salih əməlləri və bütün ibadətləri üzərlərində olan Allahın nemətlərinin şükrünü ödəyəcək miqdardadır ya yox? Yox. Ona görə əslində əzabı haqq edirlər, etmirlər. Edirlər. Əgər Allah Azza və Cəllə öz qulları ilə rəhməti ilə yox, ədaləti ilə müamilə etsə. Aydındır. Və Allah Resulü Aleyhisselatü Vesselam buyurur ki, bütün bunları əvəz edən gündəlik o oynaqların, bu neymətin şükrü kimi, sədəqəsi kimi 2 rükət namazdır. Və alimlərdən İbn-i Daqiq Əl-İd Rahməhullah bir gözəl izah verir bu hədisi şərh edəndə ki, nə üçün Allah Rasulü məhz 2 rükət namazı qeyd edir? Oynaqların sədəqəsi üçün. Bu maraqlı sualdır. Əslində bu sual bizdə yaranmalıdır. Nə üçün 2 rükət qılınan bu namaz, özdə duha vaxtı, yəni səhər tezdən, günəş hələm təzə çıxıb, insanın qıldığı o 2 rükət namaz bu oynaqların sədəqəsi ola bilir. İbn-i Daqiq Eid Rahmanullah deyir ki, İnnəs salah amalun li cəmi'i a'za'in cəsəd. Deyir, çünki deyir, namaz insan bədəninin bütün əzalarının ibadətidir. Bütün əzalarının əməlidir. Namaz insan bədəninin bütün əzalarına xas bir əməldir. Ona görə namaz bədəni ibadətlərdəndir. Və insan namaz qılanda bədəndə olan bütün, demək olar əzalar, bütün oynaqlar o ibadətdə iştirak edir, etmir. O ibadətdə iştirak edir. Ona görə Rahimullah deyir ki, deyir, insan deyir, namaz qıldıqda sanki hər bir üzv və hər bir oynaq Allah Azza və Cəllənin önündə öz vəzifəsini icra etmiş olur. Və bununla da 2 rükət namaz o oynaqların sədəqəsi sayılır. Və duha namazının da ən az sayı 2 rükətdir. Dəlil və ya dəlillərdən birisi ilə bu hədis. Ki, qılınan 2 rükət duha vaxtı, 2 rükət namaz bu oynaqların sədəqəsidir. Və ən kamili 4 rükətdir. Çoxu barədə isə alimlər ixtilaf ediblər. Bəzi alimlər deyiblər ki, ən çoxu 8-dir və bəzi alimlər deyiblər ki, çoxu üçün hədd yoxdur. Yəni, ən azı 2 rükətdir. Kimsə 2 rükət duha namazını qılsa, duha namazını qılmış sayılır. Lakin daha kamili, yəni Allah Resulü Aleyhisselatü Vesselamın çox vaxt etdiyi, qıldığı 4 rükət olub
artığı barədə ixtilaf ediblər alimlər. Artığı barədə qəti bir say gəlməyib. Əksinə, Ayşə anamızdan radiyallahu anhadan soruşanda ki, Peyğəmbər sallallahu aleyhi və səlləm duha namazını neçə rükət qılardı? Ayşə anamız deyir ki, 4 rəkəat, 4 rükət qılardı və yazidu məşə və istədiyi qədər də artırardı. Həmçinin bu hədisi də alimlər dəlil gətiriblər ki, deməli, yəni hədd qoymaq ki, duha namazının ən yuxarı həddi 8 rükətdir, 10 rükətdir. Bu düz deyil. Niyə? Bu hədisə görə. Çünki Allah Resulü aleyhissalatü vesselam 4 rükət qılar və sonra da istədiyi qədər artırardı. Və sonra Allah Resulü aleyhissalatü vesselam buyurur ki, hədisin davamında ta'dilu beynəl ithneyni sadaqa. Və həmçinin iki insan arasında ədalətlə hökm vermək sədəqədir. İki insan arasında ədalətlə hökm vermək sədəqədir. Biz keçən dərsdə dedik. Dedik ki, sədəqə məfhumu genişdir. Tək maldan, puldan, paradan ibarət deyil. Və demək olar ki, hər bir xeyr əməl, hər bir yaxşılıq nədir? Sədəqədir. Və bu hədisdə gəlib. Allah Resulü aleyhissalatü vesselam buyurur ki, kullu ma'rufin sadaqa. Hər yaxşılıq, hər xeyr əməl sədəqədir. Və iki insan arasında ədalətlə hökm verəndə bu necə sədəqə olur? Hər iki tərəfə. Həm zalıma, həm məzluma. Ona görə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, həm zalim, həm də məzlum qardaşıva yardım et. Məzluma yardım bildik. Yanında olursan məzlumun. Zalıma yardım nədir? Onun zülmünə mane olursan. Biri zülm etmək istəyəndə onun zülmünə mane olursansa, bu zalıma sənin yardımındır. Və iki insan arasında ədalətlə hökm vermək də Allah Resulü aleyhissalatü vesselam buyurur ki, sədəqədir. Və həmçinin insanlar arasını islah etmək. O da bura daxildir. Həm insanlar arasında ədalətlə hökm vermək, həm də insanlar arasını islah etmək. Yüce Allah buyurur ki, İllə mən əmrə bi sədaqatin, əv ma'rufin, əv islahin beynən nəs. O insanlar ki, sədəqəni və yaxşı işləri əmr edərlər, bir dənəyi insanlar arasını islah etməyi. Və mən yef'alə zəlikə bitiqaə mərdatillah. Və kim bunları Allahın rızasını güdərək edərsə, fəsəvfə nu'tihi əcrən azimə. Biz ona əzəmətli bir əcr verərik. Ümumiyyətlə, ədalət Allah Azza və Cəllənin əmr etdiyi əsaslardan birisidir. İnna Allah ya'muru bil adil vəl ihsan. Allah Azza və Cəllə yaxşılığı və ondan qabaq nəyi? Adil olmağı, ədalətli olmağı əmr edir. Yüce Allah buyurur ki, Ya eyyuhəl-ləzīnə əmənu, kunu qavvaminə lillahi şuhdəə bil-qist. Ey iman edənlər, Allah üçün ədaləti qoruyan şahidlər olun. Və la yecrimənnəkum şənəənu qavmin alə əllə ta'dilu. Yəni, bir qövmə qarşı olan kininiz sizi ədalətsizliyə sövgiləməsin. İ'dilu. Ədalətli olun, huvə əqrabu littəqva. Çünki bu, təqvaya daha yaxındır. Vəttəqullah, Allahdan qorxun. İnnəllaha xabirun bimə ta'malun. Və bilin ki, Allah sizin etdiklərinizdən xəbərdardır. Və Peyğəmbər ümumiyyətlə, belə desək, yəni insanın dili ilə səbəb olacağı hər bir xeyir sədəqədir. Və onların başında da bu gəlir. İnsanların arasını islah etmək və iki insan arasında hökm verəndə ədalətlə hökm vermək. Hətta bir hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, sədəqələrin ən əfsəli dillə olan sədəqədir. Və sahabilər soruşurlar ki, Ya Rasulallah, və mə sədəqatul lisan? Dillə olan sədəqə nədir? Necə olur? İnsan dili ilə sədəqə verir, əcr qazanır. Allah Resulü aleyhissalatü vesselam bəzi şeyləri misal çəkir. Məsələn, deyir ki, bir insan vasitəçilik edir,
və vasitəçilik edərək, yəni gedir onunla danışır, bununla danışır, onu dilə tutur, bunu dilə tutur, şirin dilinə salır, vasitəçilik edir, kimisə əsirlikdən qurtarır. Bu adam neynədir? Bu sadaqatul lisəndir. Və ya adam vasitəçilik edir, hansısa qan davasının qabağını alır. Kimisə oturur, başa salır, dilə tutur, hansısa davanın, qanın qabağını alır. Bu nədir? Sadaqatul lisən, dilin sədəqəsidir. Və ya ola bilsin, insan dili ilə hansısa bir xeyrə, hansısa bir yaxşılığa səbəb olur. Məsələn, gəlib deyir ki, filan kəsin yardıma ehtiyacı var. Bunu dili ilə eləyir. Və sonra ola bilsin, insan kimdənsə xoş olmayan bir şeyi uzaqlaşdırır. Dili ilə. Və Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, bu dilin sədəqəsidir. Həmçinin bu hədisdə fayda nədir? Deməli, fayda budur ki, insanlar içərisində olması, daima öz əli ilə, dili ilə xeyrə səbəb olması, bu ən xeyirli sədəqələrdəndir. Və sonra Allah Resulü aleyhissalatu vesselam buyurur ki, وَتُعِينُ الرَّجُلَ فِي دَابَّتِهِ فَتَحْمِلُهُ عَلَيْهَا أَوْ تَرْفَعُ لَهُ عَلَيْهَا مَتَاعَهُ صَدَقَ. Yəni, miniyinə minmək üçün bir kişiyə kömək etmək, yaxud əşyalarını qaldırıb miniyin üzərinə qoymaq sədəqədir. Yəni, bu hədisdə gələn bir misaldır. Və bu misalı göz önündə tut və buna aid olan insanın kiməsə edə biləcəyi hər bir yardım bu hökmə daxildir. İnsan məsələn minidədir, yaşlı birini gördü, qalxıb ona yer verməsi sədəqədir. Və bu minvalla bütün əməllər. Hətta İmam Müslimin rəvat etdiyi hədisdə Allah Resulü aleyhissalatu vesselam buyurur ki, müsəlman yerə bir ağac əkə və onun bəhərindən insanlar yiyə, hətta nəinki insanlar, quşlar, heyvanlar, o ağac yer üzündə qaldığı müddətcə, o insanlar, quşlar, heyvanlar, o ağacın bəhərindən faydalandıqları müddətcə o həmin insan üçün sədəqə olaraq yazılır. Hətta meyvəsi olmasa belə. Əgər insanlar kölgəsindən faydalanırsa, o ağacı əkən üçün, o ağac yer üzündə qaldığı müddətcə nədir? Sədəqə sayılır. İbn Ömər radiyallahu anhumə deyərdi ki, mən kənə ləhu məl fəlyətəsəddaq min məli. Kimin malı varsa, öz malından sədəqə versin. Və mən kənə ləhu ilim fəlyətəsəddaq min ilmi. Kimin elmi varsa, elmindən sədəqə versin. Və mən kənə ləhu min quvvə fəlyətəsəddaq min quvvəti. Və kimin də gücü varsa, öz gücündən sədəqə versin. Hətta bir rəvayətdə gəlir ki, yolunu azana yol göstərmək. Və bir rəvayətdə gəlir ki, kara eşitdirmək, kora göstərmək sədəqədir. Bir adam laldır, kardır, ona nəyisə başa salırsan. Bir adam kördur, ona istiqamət verirsən, bu nədir? Sədəqədir. Və bu minvalla insanın öz gücü ilə, əməli ilə insanlara edə biləcəyi hər bir yaxşılıq sədəqədir və Peyğəmbər sallallahu aleyhi və səlləm sadəcə olaraq bundan birini misal verir. Birini misal verir ki, bir adam öz miniyinə minəndə həmin adama sənin kömək edib onun miniyinə mindirməyin və ya əlində olan əşyasını, yükünə kömək edib, onu qaldırıb o miniyə qoymağın nədir? Sədəqədir. Və sonra aleyhissalatu vesselam buyurur ki, وَالْكَلِمَةُ الطَّيِّبَةُ صَدَقَ. Və həmçinin gözəl söz də sədəqədir. Və buna daxildir hər bir şey. Məsələn, insanlardan hal-əhval almaq, onların xətirlərini soruşmaq,
görəndə ki, birisi qəmgindir, ona yaxınlaşıb onun qəmini aradan qaldırmaq, görəndə ki, biri bir xeyir əməl edir, təşviq üçün onu tərifləmək. Bunlar hamısı sədəqədir. Vəl-kəlimətu tayyibə sədəqa. Yəni, dildən çıxan hər bir gözəl söz sədəqədir. Hətta biri asqırsa, əlhamdülillah desə, sənin ona yarhamukallah deməyin nədir? Sədəqədir. Birinə deməyin ki, cəzakallahu xayran, barakallahu fiq, bu nədir? Sədəqədir. Və Peyğəmbər sallallahu aleyhi və səlləm bir hədisdə buyurur ki, İnnə minəs sadaqa ən tusallimə alən-nəs və əntə taliqul vəch. Hətta insanlara gülər üzlə salam verməyin nədir? Sədəqədir. Vəl-kəlimətu tayyibə sədəqa. Gözəl söz sədəqədir. Görün, imkanlar nə qədər genişdir. Məsələ bunda deyil. Məsələ bundadır ki, məhrum olanlar kimdir və qazananlar kim. Hətta bəzən bu gözəl söz var ha? Malla veriləsi sədəqədən də xeyirli olur. Bu harada gəlib? Quranda. Allah Azze və Cəllə buyurur ki, çünki bəzi insanlar var idi, onlar sədəqə verəndə minnətlə verirdilər. Minnət qoyaraq. Və Uca Allah buyurur ki, qavlun ma'rufun və məğfiratun xayrun min sadaqatin yətba'uha əzə. Gözəl söz, dildən çıxan gözəl söz və xətaları bağışlama, minnət qoyaraq verilən sədəqədən daha xeyirlidir. Yəni, bir adama minnət qoyaraq sədəqə verməkdənsə, sənin ona gözəl söz deməyin daha xeyirlidir. Və sonra Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, və bi kulli xutvatin təmşihə ilə salə sadaqa. Və həmçinin məscidə gedərkən atdığın hər addımın sədəqədir. Və İmam Müslimin rəvat etdiyi hədisdə Allah Resulü aleyhissalatu vesselam buyurur ki, kim evində təmizlənər, dəstəmaz alar və sonra Allahın evlərindən bir evə, məscidə gedərsə, fərz bir ibadəti, namazı əda etmək üçün onun hər addımında, yəni bir addımında bir xətası silinər və bir addımında bir dərəcəsi artar. Və ona görə bəzi alimlər, fəqihlərdən bəzilər deyiblər ki, ona görə məscidə gedəndə yaxşıdır ki, o addımları atanda çox iri atmayasan. Addımları atanda biraz addımları balacalaşdırasan ki, həmin məsafədə çox addım ata biləsən. Bəzi alimlər belə deyiblər. Lakin bu düzgün deyil. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm deyəndə ki, o bi kulli xutvatin təmşihə ilə salə sadaqa, məscidə gedərkən atdığın hər addım sədəqədir. Ondan sonra demədi ki, məsələn, addımları biraz balaca ilə. Bu sadəcə olaraq bəzi alimlərin istihadıdır. Və həmçinin sual verilsə ki, bəs məscidə maşınla getmək bura daxildir ya yox? Bu hədisin hökmünə daxildir. Bəzi alimlər deyiblər ki, bu hədisin hökmünə daxildir. Bəzi alimlər belə deyiblər. Yəni onlar deyiblər ki, çünki hədisdə məqsəd addım deyil. Hədisdə məqsəd məscidə getməyə təşviqdir. Lakin doğru olan bunun əksidir. Doğru olan budur ki, bu addımlara xasdır. Miniyə yox. Necə ki, hədisdə gəlir. Məscidə gedərkən hər atılan addım sədəqədir. Niyə? Ona görə ki, məgər Allah Resulü Aleyhisselatü Vesselam'ın zamanında mini yox idi, mini var idi. Lakin Peyğəmbər sallallahu aleyhi və səlləm, baxın, bu qəbildən olan hədislərə heç birində miniyi qeyd eləməyib. Hamısında xutva. Məhz addımı qeyd edilib. Və bu dəlildir ki, bu miniyə aid deyil. Və həmçinin əlavə dəlil olaraq, İmam Müslim, rahiməhullah, səhihində Ubey ibn Ka'b radiyallahu anhudan rəvayət edir ki, Mədinədə ənsallardan biri var idi, bir sahabə.
Və Ubey deyir ki, Mədinə cəmaatı içərisində Peyğəmbər sallallahu aleyhi və səlləmin məscidindən evi ən uzaq olan ev onun evi idi. Demək olar Mədinənin çıxacağında idi. Həmin o Mədinəli sahabənin evi. Və o sahabə də daima məscidə gələn, heç bir cəmaat namazını tərk eləməyən məscid əhli sahabələrdən idi. Baxmayaraq ki, ola bilsin, evi o qədər Allah Rasulunun məscidindən aralı idi ki, bəlkə də heç azanı eşitmirdi. Yəni, cəmaat namazı ona vacib deyildi, lakin buna rəğmən namaza həris idi. Və hər namaza gəlirdi. Və bir gün sahabələr ona təklif edir, deyir ki, bəlkə sən bir mini alasan, uzun qulaq. Hər dəfə bu cür əziyyət çəkib gəlirsən, gedirsən hər namaz üçün, mini ilə gəlib gedəsən, məsafə qısalsın deyə. Və həmin sahabə görün nə cavab verir? Deyir ki, mən istəyirəm ki, evimdən çıxıb məscidə gələrkən və məsciddən çıxıb evimə qayıdarkən atdığım o hər addım üçün Allah mənə bir əcr yazsın. Və Peyğəmbər sallallahu aleyhi və səlləm bunu eşidəndə deyir ki, Allah onun üçün bunu edib. Allah onun üçün bunu yazıb. Bu hadis də açıq aydın dəlildir ki, deməli bu əcr miniyə aid deyil və doğru olan da budur. Bu addımlara aiddir. Çünki həmin sahabəyə təklif olunmuşdu ki, mini alsın. Bu səbəbə görə ondan imtina elədi və Allah Resulü aleyhissalatu vesselam da bunu təsdiqlədi ya yox, iqrar elədi. Və Allah Resulünün bunu iqrar eləməsi də dəlildir ki, haqq olan budur. Və sonra hədisin sonunda Allah Resulü aleyhissalatu vesselam buyurur ki, وَتُمِيتُ الْأَذَى عَنِ الطَّرِيقِ صَدَقَ. Və həmçinin yolda əziyyət verən bir şeyi yoldan kənarlaşdırmaq sədəqədir. O, tez-tez eşidirik İslamın gözəlliyi. Doğrudan da, baxın, əgər müsəlmanlar əməl edəcəyi təqdirdə bax budur. Və siz belə təsəvvür etməyin. Belə təsəvvür edin ki, Allah Resulü aleyhissalatu vesselam bu şeyləri insanlara başa salanda ərəblər bildiyin vəhşi ərəblər idi. O ərəblər ki, 5 il, 10 il bundan qabaq qız uşağını diri-diri torpağa bastırırdı. O ərəb ki, püşk atıb aralarında yoldaşlarını dəyişirdilər. Cahiliyə ərəblərdə bu cür iyrənc şeylər olub. Yəni, bir dənə bu bəsdir. 2 dənə misal verdim. Misalları artırmaq istəmirəm. Yəni, kişi üçün bundan o yanası var, insanın doğma qızı və yoldaşı. Və görün, Allah Rasulü hansı cəmiyyətə gəlmişdi? Necə vəhşi bir cəmiyyətə gəlib? Yəni, bildiyin vəhşi bir cəmiyyət. Və o cür vəhşi cəmiyyətdən görün, necə insanlar çıxartdı? Elə insanlar ki, ayə nazil oldu onlar barədə ki, uxricət linnəs, kuntum xayra ümmətin uxricət linnəs. İnsanlar üçün çıxarılmış ən xeyirli ümmətsiz. Bütün insanlığın ən xeyirli, bütün insanlıq üçün nümunə ola biləcək, o cür vəhşi qövmdən insanlar çıxartdı. Nəyin sayəsində? Və baxın, Allah Resulü aleyhissalatu vesselam onlara xırdalığına qədər bu şeyləri öyrədirdi. Başa salırdı ki, yəni gözəl söz sədəqədir. Və tumitul əzə anit tariq sadaqa. Yolda gedəndə o əziyyət verən bir şey yoldan kənarlaşdırmaq sədəqədir. Və bu da bilirsiniz, başqa hədislərdə də gəlib. Peyğəmbər aleyhissalatu vesselam buyurur ki, imanın 70-dən çox şöbəsi var. O şöbələrin ən yüksəyi nədir? Qavlu la ilahə illallah. La ilahə illallah sözü. Vəl-həyə şü'bətun minəl iman. Həya da imandan bir şöbədir. Və o iman şöbələrinin ən aşağısı nədir? İmətətul əzə anit tariq. Yolda əziyyət verən bir şeyi yoldan kənarlaşdırmaq. Və birdən biri sual verə bilər ki, tamam, insanın hansısa bir xeyri etməyə şəraiti yoxdur. Və hansısa bir xeyri edə bilmir. Nə etməlidir?
Belə fərz etsək. Çünki bu sualı sahabələr Allah Resulü aleyhissalatu vesselam'a veriblər. Nə vaxt? O zaman ki, Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, alə kulli muslim sadaqa. Hər müsəlmana sədəqə vermək vacibdir. Hər müsəlmana sədəqə vermək vacibdir. Və onda sahabələr dedilər ki, ey Allahın Rasulü, bəlkə birinin sədəqə verməyə nəyisə yoxdursa, onda necə? Allah Resulü aleyhissalatu vesselam deyir ki, əlinin altında olandan nəsə işlətsin, qazansın, həm özünə xərcləsin, həm də artığından sədəqə versin. Və sonra sahabələr deyirlər ki, Allahın Rasulü, bəlkə bunu bir şey yoxdur və ya edə bilmir və ya etmir. Onda neynəsin? Deyir, onda baxsın, qəmgin, məzlum bir insan varsa, onun kölünü alsın. Dili ilə ona yaxşılıq eləsin. Və bununla üzərində olan o sədəqəni ödəmiş olar. Və sonra sahabələr deyirlər ki, ey Allahın Rasulü, birdən onu da etməsə. Deyir, o zaman ya'muru bil ma'ruf avul xeyr. Onda heç olmasa yaxşılığı və xeyri əmrləsin. Sahabələr deyirlər ki, bəs bunu etməsə, bunu da etməsə. Onda Allah Resulü aleyhissalatu vesselam buyurur ki, yumsiku anişşar fə innəhə sadaq. Onda şərdən, xətərdən özünü gözləsin, qorusun və bu sədəqədir. Ondan sonra sahabələr susurlar. Niyə? Çünki bundan qabaq dediklərində bir təklif var idi. Nəsə etmək, nəsə qazanıb vermək, yaxınlaşıb kiminsə könlünü almaq, yaxşılığı, xeyri əmr etmək, hə? Yəni, səndən nəsə çıxır. Ona görə sahabələr sual verdilər. Axırda Allah Resulü aleyhissalatu vesselam bu sualları kəsmək üçün dedi ki, və insanın şərdən uzaq durması, yəni necə? Yəni, kiməsə zərər verə bilər, kiməsə xətər toxundura bilər və bunu etmir. Fə innəhə sadaqa, bu da sədəqədir. Artıq burada bəhanə yeri yoxdur. Niyə? Çünki burada səndən heç nə çıxmır. Yəni, sən nəsə etmirsən. Əksinə özünü nədənsə qoruyursan. Və bu da sədəqədir. Yəni, ola bilsin insan kimdəsə nəsə görür, pis bir əməl və kimin barədə nəsə eşidir və o gördüyünü, o eşitdiyini insanlara gedib deyə bilər. Deyə bilər. Və bu ona zərər verməkdir. İnsanlar arasında onun şənini aşağı salmaqdır. Və bu ona etmir. Gördü bir insanı, hansısa bir münkər əməl üzərində, bunu gizlətdi. Gelib insanlara yaymadı. Və kimdənsə nəsə eşitdi, bunu özündə saxladı. Gelib insanlara yaymadı. Yəni, o adamı öz şərrindən qorudu. Peyğəmbər aleyhissalatu vesselam buyurur ki, bu özü də nədir? Bu özü də sədəqədir. Barakallahu fikum. Doğrusunu Allah bilir. Və sallallahu ala Muhammed və ala alihi və sahbihi və səlləm.